Yar aman, ay yar, könlümün sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman, vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Yar ayaman ey, sen beni sen benim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən odlu dirəksən. Adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Ay aman, yar ayaman ey. Başarılı faciəti dünya üçün biabırçı bir faciə idi, başımıza gətirilən erməni faciəsi idi. İndi ermənilər axır ki öz dərsini aldılar, dırnaqarası dərsini aldılar. Bildilər ki Azərbaycan bir qarış torpağından belə keçən deyil. Biz hal-hazırda möhtəşəm Şuşa qalasındayıq. Bu ziyarətdə ölkənin müxtəlif yerlərindən nə qədər turistlər var. Allah həmişə torpağımızı abad eləsin. Belə cənnət güşələrə insanlar axışıb gəlsin. Belə deyək, Allah Azərbaycan xalqını həmişə belə mötəbər gəzintilərdə, mötəbər yerlərdə ziyarətdə olsunlar. Xalqımızın tarixini yaşatsınlar. Bizim musiqi beşiyimiz, musiqi paytaxtımız Şuşa, Azərbaycanın bu qədim şəhəri həmişə belə möhtəşəm olsun. Tariximizin qızıl yaddaşıdır bunlar. Biz də bunu yaşadaq. Sevgilim seyrə çıxaq, burada gəlir bahar. Sevgilim seyrə çıxaq, burada gəlir bahar. Gül açır ömrümüzün ən şirin arzuları. Gül açır ömrümüzün ən şirin arzuları. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dudağlar kaman Qarabağ. Onu da nəzərinizə çatdırım ki, bizim kanalın çəkiliş aparmasına yardımcı olan Elnur bəydir, Rahim bəydir. Halbuki Rahim bəy bütün Azərbaycan tanıyır. Siqovuşan ərazisinə bayraq sancan kiçik dəhnənin gözəl igid oğludur. Təkcə igidliyi ilə, müharibədə iştirakı ilə yox, müharibə dövründə o
mənəvi dəstək göstərməsi, həm də maliyyə yardımı göstərməsi, ərzaq daşıması, bunun hamısını bütün insanlar bilir. Allah bu bizim müqəddəs işlərimizə qiymət verənlərin canını sağ eləsin. Değerli dostlar, hal-hazırda Xan Qızı bulağındayıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, müharibədə əməyi keçən hər kəsə Allah Taala uzun ömür can sağlığı qismət eləsin. Emeği güller açan Serdar'ın dünyadan var. Emeği güller açan Serdar'ın dünyadan var. Onadır arzulara her zaman Qarabağ. Danışan bir dudağım Tarkaman Qarabağ. Qarabağ'dan Qarabağ aman yürüdüm. Onadır arzulara her zaman Qarabağ. Danışan bir dudağım Tarkaman Qarabağ. Qarabağ'dan Qarabağ aman yürüdüm. Qarabağ Azərbaycanın cənnət məkanı sayılırsa, Şuşa şəhəri baş tacıdır. Biz hal-hazırda Yukarı Gövhər Ağa Məscidində 18-ci əsrdə inşa olunub, görürük. Vətəndaşlarımız burada namaz qılır, ziyarət edirlər. Allah Taala millətimizə dəyməsin. Hürmetli Hacı Mir Abdullah kardeşimiz, biz bugün Ünlü Səhər TV YouTube kanalı olarak Şuşa şehrinde, alınmaz kalan olan Şuşa şehrimizde olaraq gelmiştik. Muharebeden sonra, galibiyetten sonra Şuşada giden prosesleri izlemek, buradaki işlerle məlumatlı olmak için gelmişik. İstəyərdik ki, Şuşası insanlarımız için böyle bir məscidi 18-ci əsrdə inşa edilen belə bir məscid barədə, burada bulunan insanlar barədə qısa bir məlumat almaq istəyirdik. Rəhman və Rəhim olan Allah'ın adıyla hər birinizi salamlayıram, bütün xalqımızı salamlayıram. Şuşa şəhərindən, Qarabağ xanlığının baş şəhərindən, Azərbaycanın incisindən, Qafqazın incisindən hər kəsə Allah'ın salamı olsun. Uca Allah'tan vətən şəhidlərimizə rəhmət diləyirəm. Yəni hamımız bugün onların, müzəffər ordumuzun, devlətimizin və devlət haqq birliyi nəticəsində, Allah'ın inayəti nəticəsində, Allah'ın bizə nəsib elədiyi bu zəfərin, bu qalibiyyətin sevincini yaşayaraq bu günlərin biz öz doğma şəhərimizi və şəhərimizdə işğaldan azad olunan bütün ərazilərdə olduğu kimi məxsus olaraq Şuşa şəhərində intensiv, özəl abadlıq işləri gedir, bərpa, quruculuq işləri gedir. Əhalimiz yavaş-yavaş inşallah şubarlar qayıdır və ümid edirik ki, ən qısa bir zamanda insanlığımız, cəmaatımız öz elində, obasında hər bir kəs düşmüş və qoruq köçkünlər hər bir kəs öz vətənində, öz yurdunda inşallah payidar olar. Allah vətən müstəqilliyimizi qiyamətə qədər əbəd müddət eləsin inşallah. Məscidimiz Yukarı Gövhər Ağa Məscidi adlanır. Şuşa şəhərinin demək olar ki, atributudur. Ən böyük atributudur, cümə məscididir. Bu məscid 4 dəfə öz tarixində inşa edildi. Birinci dəfə Şuşa şəhəri bina olanda mərhum Qarabağ xanı, Qarabağın birinci hökmüdarı Fənəli xan Cavanşir tərəfindən
və ikinci dəfə oğlu 2-ci Qarabağ xanı İbrahim Xəlil xan tərəfindən 2 dəfə restavrasiya olub və bugünkü görkəmini İbrahim Xəlil xanın qızı Qarabağda Azərbaycan qadınının belə deyək ki, bariz, çox bariz bir nümunəsi, müsəlman türk qadınının timsalı, böyük bir şəxsiyyət Gövhəri Banu tərəfindəndir. Yəni Gövhəri Banu Şuşa şəhərinin tarixində öz müasirləri arasında özündən sonra da elə bir miras, elə bir belə deyək ki, milli mənəvi dəyərlərə olan münasibətindən dolayı, insanlığa olan münasibətindən dolayı Qarabağ cəmaatı onu ağa deyə müraciət edirdi. Kişiyə deyilən bir formada müraciət olunurdu və demək ki, 18-ci əsrin ikinci yarısında Qarabağın baş memarı olmuş mərhum Kərbəlayı Səfixanın memarlığı ilə bu məscid bugünkü görkəmin almışdı. Bugün məscidimizin həyətində, bax bu sağında da, solunda da var. Bunlar bizim iftiharımız, Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları və o naminə şəhadət zirvəsinə ucalmış şəhidlərimizdir. Burada 47 nəfər şəhidimiz var. Tək burada deyil, yəni məscidin o biri üzündə də var. Buradan 7-si 1905-6-cı illər, ötən əsrin əvvəllərində şəhərdə baş vermiş erməni-müsəlman toqquşması nəticəsində şəhid olmuşlar. 40 nəfər isə istiqlal şəhidlərimizdir. Yəni Azərbaycan Xalq Cumhuriyyəti qurulan zaman vətən naminə, Azərbaycançılıq naminə, Azərbaycan dövlətinin yaranması naminə şəhid olmuşlar. Onlara da, bütün vətən şəhidlərimizə də və həm 1-ci, həm 2-ci Qarabağ Savaşında şəhid olanlarımıza da Allahdan rəhmət edirəm. Ruhları şad olsun və həqiqətən yəni illər uzunu biz vətəndən kənarda olanda deyirdi ki, o ruhlar, o nigaran ruhlar yalnız və yalnız o zaman şad olar ki, bu günlərin burada bizim bayrağımız dalğalanır, bu günlərin biz öz bayrağımız altında yaşayırıq, bu günlərin biz azad şəhərimizdə yaşayırıq və Allah bir daha bizi, xalqımızı vətənlə imtihan eləməsin. Dövlətçiliyimiz, müstəqilliyimiz, milli hürriyyətimiz əbəd müddət olsun inşallah. Çok sağ olun. Bizim de açıkını diyeyim ki, bilmediğimiz tarihi bilgilerin sahibi olduk. Müəyyən qədər anlayışımız olsa da, ister bizim, ister bütün Azərbaycanlıların, dünya Azərbaycanlılarının bir sizin o dediğiniz kelimeler hamısı tarihimizdir, milli yaddaşımızdır, gururumuzdur. İnşallah indiden sonra da Azərbaycan xalqı öz tarihi torpaqlarını necə ki bütün dünyanın ərzəyə gətirib 4 gün ərzində azad elədi. Bu azadlığımız əbədi olar, daimi olar. Allah evində inançlı insanlarımız da gəlib namaz qılar, ibadət edir. Bütün Azərbaycan xalqına o şükür səcdəsini burada elə cəmaatımız, gələn ziyarətçilərimizin hamısı böyük əksəriyyəti də elə məsciddə şəhidlərimizi yad edir və şükür səcdəsi edir Allaha ki, şükür, şükür olsun ki, bizə bu zəfəri, bu zəfərin sevincini bu vaxtında, zamanında nədir deyərlər, əzilmiş qürurumuzu, məğlubiyyətimizi bizə sahib edir. Çok sağ olun. Sağ olun, minnətdarım. Teşekkür ederim. Big Ağız. Tarihinin tanınmış simalarından, tarih şəxsiyyətlərindən biri Molla Pənah Bərbərəsi Ömür Bey. Burada görürük ki, Azərbaycanın müxtəlif yerlərindən gəlib ziyarət edirlər və
Mən belə hesab edirəm ki, Azərbaycan xalqı öz tarifinə qarşı laqeyd deyil, düzənə deyil. Nə deyərdik? Allah millətimizi qorusun, tarixi şəxsiyyətlərimizi daima qanasın. Bu 8-ci əsrdə dünyaya gəlib, 80 illik həyatında Azərbaycan üçün gördüyü işlər bütün Azərbaycan xalqına məlumdur. Ruhu şad olsun, Molla Pənah Vaqif də. Hər halda ruhu çox şad olur ki, Azərbaycan xalqı əsrlər keçsə də onu unutmur və tariximizdə müqəddəs simalardan biri kimi yaşayır. Cismən dünyasını dəyişsə də ruhən daim xalqın nəzərində, diqqətində yaşayır və yaşanacaqdır. İndi heç tanımadığımız bir evin qapısına gəlmişik. Görək bu evdə kim yaşayır, sahibi kimdir? Salam qardaş, olar mı? Salamünaleyküm, hoş gelmişsiniz. Adınız ne oldu? Adım Zahid, hoş gelmişsiniz. Zahid Bey sağ olun. Bu evde yaşayan kimdir? Bu ev Yasemen Otel'di. Bura Yasemen Otel'di. Çok güzel. Burada ev yiyəsi kimi mən qonaqlarımızı qarşılayıram. Gələn qonaqlarımıza məlumat verirəm, evlər haqqında, mülk haqqında məlumat verirəm. Qonaqlarımızı bacardığımız qədər qulluğunda dururuq. Çünki biz 30 il bu qonaq qarşılamaqdır. Belə nə bilim, belə yaxınlarımızı qarşılamaqdır. Şuşada biz bunun həsrətində olmuşuq. Çox şükür. Elə bəziləri elə hiss eləməsin ki, Qarabağ torpağı təkcə Şuşalıların həsrət yeri olub, onların utanç yeri olub. Ümumiyyətlə bütün Azərbaycan xalqının 10 illər boyu erməni faşistlərinin əlində qalması hər birimiz üçün utanç yeri idi. İndi yaxşı oldu ki, bizim ilk görüşümüzdə ilk bir evə qədəm qoyduq, sırf Şuşa vətəndaşı ilə, burada yaşayan bir insanla, gözəl bir, səmimi bir insanla oldu. Çox sağ olun, var olun, minnətdarım. Buna görə də biz bilmək istəyərdik ki, sizin bu, belə deyək də, bu həyatda sağ ikən gördüyünüz bu möhtəşəm işə nətər dəyər verirsiniz? Biz görülən burada çox böyük abadlaşdırma işləri gedir. Mən həmişə deyirəm, Şuşa şəhəri bizim gözümüzün qarşısında tikilir. Bütün kimliyindən asılı olmayaraq, kim hansı bir sahədə işləməyindən asılı olmayaraq, hamı mənim fikrimcə bu tikintiyə, bu şəhərin canlanmağına hamı öz bacardığı qədər köməklik göstərməlidir. Ki, bizdən sonra gələn nəsillər həmi şəhəri görüb, abad şəhərimizi görüb, indiki sınıf dağılmış yox, abad şəhərimizi görüb sevinsinlər. Gələn qonaqlarımız baxıb həzz alsınlar. Çünki, belə deyim sizə, məsələn, bizim qədimi abidələrdir, 19-cu əsrdən qalma evlər. Bəli, bu evlər Xayatlılar nəslindən olan, bax, o mülk Mehdi bəyin mülk olub. Bu ev Şuşa sakinlərindən olan Sadıqovlar var idi. Onların mülkü olubdur və bunun arxasında Molla Abbasəlinin mülkü olubdur. Bunlar doğrudan bu 30 il ərzində bu binalar əzilib, sökülüb, məhv olunubdur. 3 il burada təmir işləri gedəndən sonra bu binalar yenə də başlayıb bizim cəmaata, bizim millətə qulluq eləməyə, xidmət eləməyə
Bizim bu cansız dediğimiz, cansız fikirləşdiyimiz daşdır, taxtadır, sementdir. Mən əminəm ki, bunlar bizim gəlişimizə bunlar da sevinir. Əlbəttə. Çünkü onların Erməninin vaxtında buranı ancaq bunlar söküb dağıtmışdılar. İndi şükür Allah'a. Şükür Allah'a ki gözünüzün qarşısındadır. Hər şey düzəlib, müasir üsulda yaxşı öz qədimlik qorumaq şərti ilə hər bir şey yüksək səviyyədə. Qonaqlarımız da gəlir, bacardığımız qədər qonaqlarımızın qulluğunda dururuq. Çox gözəl. Biz Bəli. də adi bir kənd kanalı sayılsaq da, Respublikada biz yaxşı öz mövqeyimiz olan kanallardanıq. Təkcə burada müharibə dövründə yaxud sonradan qalibiyyət dövründə o siz deyən kimi o xeyriyyə işlərini görən adamlar məhz Şəki rayonunun Kiçik Dəynə kəndində də, Şuşada, Xan kəndində, binaların tikintisində, obyektlərin açılmasında, otellərin açılmasında öz bacardıqları köməyi eləyirlər. Müharibə dövründə də Allah hər birisinə rəhmət eləsin. Amin, amin. Kəndimiz də Bəli, 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 bəli. Allah bizə rəhmət o eləsin. şəhidlərin, o qazilərin Qazilərimizin Allah canını sağ eləsin. döyüşçülərin hesabına, milli birliyin hesabına torpaqlarımız alındı. Doğru. Bundan sonra da necə ki biz müharibə dövründə də gedən prosesləri işıqlandırmışdıq, xalqa ruh vermək üçün öz bacardığımız mənəvi dəstəyi əsirgəməmişdik və biz də bir kanal olaraq, Nurlu Səhər TV YouTube kanalı olaraq çalışırıq ki, Azərbaycanımız üçün, Azərbaycanın torpaqları üçün kimin əziyyəti varsa onları daim yaşadaq. Bəli, doğru. Milli qürurumuzu onlar Bəli. qaytardılar bizim. Bəli. Utancımız olan Bəli. Qarabağımızı Doğrudur, doğru, doğru. Doğru. cənnət məkan deyək. Qarabağ sayılırsa Şuşa baş tacıdır. Bəli, Yəni bəli. bu baş tacında bugün Azərbaycan vətəndaşları gəlib fəxrlə müxtəlif konsertlərə qulaq asır, gəzir, görməli tarixi abidələrindən tanış olur, insanlarını, buranın təbiətini görür. Ümumiyyətlə Doğru. insan üçün nə lazımdır? Həyatda normal yaşamaq üçün sevinç hissi ilə, sağlam həyat. Sağlam həyat burada var və mən hesab edirəm ki, hər bir vətəndaşın gəlib bura ziyarət eləməsi ən böyük bir tibbi Bəli, bəli, doğrudur, doğrudur, doğrudur. Gələn qonaqlarımız doğrudan da gələn hər bir insan, istər uşaq, istər böyük, doğrudan böyük bir fəxrlə, burada dolanırlar, danışırlar, fəxr edirlər ki, çox şükür bizim bu torpaqlarımız var. Bütün Azərbaycanlıyam deyən hər bir kəs, Azərbaycanın işğal altında olan torpaqların qayıtmanı hamı kəlli sevilir və hamı da hazırdır ki, hər öz köməkliyini göstərsin. Bir insan kimi, bir mütəxəssis kimi hər hansı bir sahədə olmandan asılı olmayaraq. Torpaq bizimdir, Azərbaycanındır, Qarabağ bizimdir. İnşallah bundan da sonra bizim boynumuza düşən yük, ağırlıq Azərbaycanımızı, Qarabağımızı inkişaf elətdirmək, bərpa elətdirmək. İnşallah. Çox sağ olun, var olun. İnşallah, bəli. Minnətdaram. Allah sizə dəyməsin, Allah canınızı sağ eləsin. İnşallah gələrsiniz, qonaqlarımız olarsınız. Bizim Peter'dən qonaqlarımız olub, Yaponiyadan qonaqlarımız olub. Yəni bu açılmağı az bir müddətdə baxmayaraq Latviyadan qonaqlarımız gəlib. Bugün qonaqlarımızı yola salmışıq. Balakən, Zakataladan qonaqlarımız var idi. Hamısı da doğrudan deyirəm, çox böyük fəxr elədilər ki, çox şükür, yəni biz belə bilməzdik. Amma gəlib özləri öz gözləri ilə görəndə hamısına, doğrudan hamısına, vətəni sevən, torpağını sevən insanın hamısına böyük fəxrdir. İnşallah bütövlüyümüz, bizim doğma Qarabağımız əbədi olar. İnşallah. Əbədi öz həyat səviyyəsini bərpa edib, daha da inkişaf edib. İnşallah. Sağ olun. Var olasınız. Çox sağ olun. Allah köməyinizdə olsun. Çox sağ olun. Hal-hazırda biz Xan kəndindəyik. Üç küçələri müşahidə elədik. Tikintilərə baxdıq, insanlarla ünsiyyət qurduq. İndi Qarabağ Universitetinin qarşısındayıq. Xankəndidə yerləşən bu təhsil ocağına ümumilikdə 1104 nəfər qəbul olub.
Qəbul imtahanlarında 600-dən çox bal toplayan Zeynəb Əliyeva da bu universitetin ilk tələbələrindən olmağı seçib. 634.3 balla Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olmuşam. Hazırlıqlarıma ilə mən həm belə məşğələlər də gedirdim eyni zamanda, həm də məktəblə də məşğul olurdum. Dərslərimi isə planlı bir şəkildə hər zaman yerinə yetirirdim ki, planım pozulmasın. Birinci edəcəklərimi yazırdım. Sonra etdikdən sonra bunları qeyd edirdim ki, fikrim dağılmasın. Cavablar gecə vaxtı çıxmışdı və yanımda qardaşım var idi. Qardaşımla birlikdə baxmışdım cavablara. İxtisas kodunu artıq əzbərləmişdim deyə artıq bildim ki, Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olmuşam. Qarabağ Universitetinin ilk tələbəsi olmaq həqiqətən qürur verici bir hissdir. Həm də çox sevindiricidir ki, oraya gənc kadr gedir. Qeyd edək ki, 1-ci, 4-cü ixtisas qrupları üzrə 980, 5-ci qrup üzrə isə 124 nəfər Qarabağ Universitetinin tələbəsi adını qazanıb. Tələbələrin orta qəbul balı 467,6 təşkil edir. İlk tədris ilində universitetin bakalavriat səviyyəsində 22 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək. Xatırladım ki, yaşadığımız Kiçik Dəynə kəndindən də, Şəkil Kiçik Dəynə kəndindən də bir neçə evladımız burada oxuyur. Belə deyək ki, kimin ağlına gələrdi ki, erməni tapdağında qalan bir Qarabağ torpağında, ermənilərin ən çox məskunlaşdığı Xankəndi şəhərində bizim bir nəfər də olsun erməni olmadığı halda vətəndaşlar həyat şəraiti qursun. Hər halda mən belə hesab edirəm ki, Xankəndi şəhərində infrastruktur işlər daha da genişlənəcək və istənilən sahədə irəliləyişlər əldə olunacaq. Bahar, sevgilim seyrə çıxaq, burada gəlib bahar. Gül açır ömrümüzün ən şirin arzuları. Gül açır ömrümüzün ən şirin arzuları. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dudağı tərkaman Qarabağ. Qarabağdan Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dudağı tərkaman Qarabağ. Qarabağdan Qarabağ ana yurdum. Qarabağdan Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Biz hal-hazırda böyük tarixi qələbəmizdən sonra Xankəndi şəhərində müxtəlif yerlərdə olduq. Eyni zamanda yol keçə-keçə biz müşahidə eləyirik. Yeni yaradılan müəssisələrdir, mağazinlərdir. Şəki Şirniyyatı adlanan bir mağazinin qarşısındayıq. Çox sevindirici haldır ki, bu mağazini inşa edən də, Qarabağ döyüşlərində öz sözünü deyən, müharibədə mənəvi, fiziki, həm də maddi köməyini əsirgəməyən Rahim Cəlilov qardaşımız inşa eləyir. İnsanların xidmətinə buraxıb Şəki Şirniyyatını təmin eləyir. İndi girib biz içəridə olan vəziyyəti müşahidə edəcəyik. Biz hal-hazırda xidmət prosesini izləmək üçün Şəki Şirniyyatı dediyimiz müəssisənin içində çay içirik. Baxırıq, maşallah, hər yer tərtəmiz, gözəl, gül kimi. İnsanlar da istirahət eləyir. Təkcə Şəkinin şirniyyatı yox. Baxıb görürük ki, Şəkinin simvolik ənənələrimizə uyğun pitik qabıdır, müxtəlif papaqdır, qədimi əşyalardır. Şəkinin tanıdan kəlağayısıdır, Şəki kəlağayısıdır. Burada ümumiyyətlə təkcə bir neçə şeyi nümayiş etdirilmir. Hamısı əlbəttə ki, bütün sadaladıqlarımın hər birisi Azərbaycan üçün yaşanacaq, tariximiz üçün qədimdən ünlüyüb gələnən bunlar bir şeylərdir ki, biz onu yaşadan hər kəsə təşəkkür edirik ki, istənilən yerdə baxmayaraq ki, Qarabağ ərazisində, Xankəndi ərazisində insanlara xidmət üçün belə bir müəssisə fəaliyyət göstərir. Eyni zamanda bizim bu tarixi yaddaşlarımızda onlar üçün simvolik olan əşyalar da nümayiş etdirilir. Hər halda bu yerə qədəm basan adamlar
maraqlanır. Hər hansı bir əşya ilə mi, şəlaqa ilə mi, bayraqlarımız asılır. Türkiyə bayrağı, Azərbaycan bayrağı. İnsanlar hamısı maraqlıdırlar və hesab edirəm ki, belə bir xidmət çox təqdirə layiqdir. Çox razı qaldıq, işlərə avam versin. Nə gizlədir? Biz sanki bura qədəm qoyanda Şəkini xatırlatdı. Şəkiyə aid olan müşərrəf əşyalardır, şəraqaylardır, papaqdır. Qədimdə o boylarda rəqs edirləri, o keçmiş. Yəni bu ənənələri yaşatmaqdır günlük. Eyni zamanda xidmətlə bərabər ənənələrimizi yaşatmaqdır, gələcək nəsillərə ötürməkdir. Buna görə də mən istəyərdim ki, hər bir Azərbaycan vətəndaşı, hər kəs öz missiyasını belə gözəl yerinə yetirsin ki, cəmiyyətimiz inkişaf eləsin, Avropa dövlətlərinin müqayisə olunsun, yaxşı şeylərlə tanınaq. Buna görə də xalqının bütün xeyirxah, gözəl insanlarına təşəkkür ediyorum.